Yeyən hamı içində nə olduğunu soruşur. Bəyənəcəyinizə 100% zəmanət verdiyimiz bir resept paylaşırıq. Əvvəlcə badımcanların içərisini bu formada dızırıq. Üzərinə duz, yağ əlavə edib yağlı kağıza büküb göndəririk sobaya ki bişsinlər. İçini çıxardacağımız üçün yumşalmağı şərt. Badımcanlar bişənə qədər içliyini hazırlayırıq. Toyuğu belə kub-kub doğrayırıq. Qızğın yağa atıb qızardırıq. Əminəm ki bu resepti bir dəfə hazırlasanız yenə istəyəcəksiniz. Toyuqlar biraz ki qızardı, biberləri doğrayıb bu toyuqların üzərinə əlavə edirik. Qəşəng qarışdırıb ağzını bağlayıb qoyuruq bişməyə. Bu sosu kartonun üstünə töksəniz onu belə ləzzətli eləyər. Mayonez, duz, istiot, təzə sarımsaq, göyərtə əlavə edib sos hazırlayırıq. Mənə görə badımcana ən yaraşan şey elə sarımsaq. Qarışımımızın üzərinə bir qaşıq qaymaq əlavə edirik. Hazır olan badımcanın içərisini çıxardıb hazırladığımız qarışıma əlavə edib yaxşı-yaxşı qarışdırıb duzunu, istiotunu vurub biraz da bişiririk. Ən son hazır olan içliyimizi badımcanların içərisinə doldururuq. Üzərinə Holland pendiri əlavə edib sobaya göndəririk. Pendir əriyənə qədər bişiririk. Bunun dadını keşke yiyənlərin ağzından eşitsəydiniz. Çox dadlı olur. Sosu isə ən sonda badımcanın üzərinə əlavə edib yeyə bilərsiniz. Bəyənməyi və yaddaşa verməyi unutmayın.